Salam uşaqlar, işlədiyimiz sınaq testinin izahlarına baxırıq sizinlə. Birinci sualla başlayaq. Deməli, 12-yə böləndə qismətdə 6, qalıqda isə 5 alınan ədədin rəqəmləri cəmini istəyir. X ədədini 12-yə böləndə qismətdə 6, qalıqda isə 5 alınıb. Qalıqlı bölmənin düsturuna görə burada 12-ni vururuq 6-ya, üzərinə isə qalığı əlavə etməliyik. Buradan da x bərabərdir 72-nin üstünə 5 gəlsə 77. X ədədi 77-dir. Bizə deyir ki, rəqəmlərinin cəmini tapın. Rəqəmlərinin cəmi 7 və 7-nin cəmi eləyir 14. İkinci sualda rəylənmiş hissəni tapın deyir. Rəylənmiş hissəyə baxsaq, C-nin bu A və B-nin kəsişmə olan hissəsi var. Bu hissəni çıxardıb C-dən. Yəni C-dən çıxardıb A və B-nin kəsişməsini. Elə bu variantı da axtarırıq. Olur C. Növbəti, üçüncü suala baxsaq, sadə bir sual idi. Üçüncü suala baxsaq, sürətə həll edirəm. 5 çıxılsın, mötərizənin içində 3-də 5, üstə gəl. Yazıram 6-da 5, vurulsun, bölmədə qayda nə idi? Tərsinə vururuq. Olur 5-də 2. Bunlar ixtisar getsə, qalır 6 ilə də 2-ni ixtisar eləsək, qalır 3-də 1. Yəni 5 çıxılsın, 3-də 5, üstə gəl 3-də 1 alındı burada. Bərabərdir 5 çıxılsın 3-də 6. 6-nı 3-ə bölürük 2, yəni bunun cavabı 2-dir. 5-dən də 2-ni çıxırıq 3. Kəsirimizin sürəti elədi 3. Məxrəcini hesablasaq, 0 tam dövrdə 4 necə açılır? 9-da 4 vurulsun. 2-dən də 2-də 1-i aşağıda çıxım. 2 çıxılsın 2-də 1. Yazıram 2. 2-ni 2-yə vururuq, çarpaz 4, 4-dən 1-i çıxırıq 3. 2-də 3, yəni burada yazıram 2-də 3. Buradan ixtisarları aparsaq, 4-ü də 2-yə bölsək 2. Bərabər olur 3-də 2. Deməli, məxrəcimizin də cavabı oldu 3-də 2. Bərabərdir. Bu nə deməkdir? 3 bölünsün 3-də 2 deməkdir, düzdür. Bu da bərabərdir 3 vurulsun 2-də 3. Verir bizə 2-də 9. 2-də 9 da 4,5 deməkdir. 9-u 2-yə bölürük, 4,5 edir. Dördüncü sualda tərkibində duz və su olan qabdakı məhlula duzluq faizini sabit saxlamaqla duz və su əlavə olunur. Qaba əlavə edilən duz və suyun miqdarı aşağıdakı cədvəldə verilmişdir. Burada sabit saxlamaqla, yəni duzun miqdarı 3 olanda suyun miqdarı 16 olub. Sonra suyun miqdarı 16-dan 48-ə keçmək üçün 3-ə vurulubsa, biz də duzun miqdarını 3-ü 3-ə vurmalıyıq 9. Eyni qayda ilə 3-dən 24-ə keçibsə, deməli 8-ə vurub, biz də 16-nı 8-ə vurmalıyıq, eləməlidir 128. Bizə də deyir ki, x üstə gəl, y cəmini tapın. Biri 9-dur, x-in cavabı 9-dur, y-in də cavabı 128. Toplasaq cavab eləyir 137 C variantı. Sonra 5-ci suala gəlsək. Burada fikir versəz nə edəcəm? Bu 75 dərəcəni uyğun olaraq bura gətirə bilərik. Sonra üçbucağın xarici bucağının xassəsi var. Xarici bucaq bərabərdir özünə qonşu olmayan 2 dənə daxili bucağın cəminə. Yəni 40 üstə gəl, məsələn x. Bizdən bu y bucağını soruşur. Buradan da x bərabərdir 75-dən 40-ı çıxırıq, 35. Və ya başqa üsulla xarici bucağın xassəsi yadınızdan çıxıbsa imtahanda, elə üçbucağın daxili bucaqları ilə də getmək olar. Bura 75-dirsə, bu onun qonşusudur da, 180-dən 75-i çıxırıq, 105. İndi burada bir üçbucaq alınıb aşağıda. 105, 40 eləyir 145. Y bucağını da tapmaq üçün 180-dən 145-i çıxacaqdıq. Yenə də doğru cavab 5-ci sualda A variantı. 6-cı sual. Bizə verilib AB ədədi, üstündəki xətt ədəd olduğunu göstərir. Üstə gəl BA ədədi bərabərdir C3 ədədinə. Burada AB-nin açılışını biz bilirik. Təklik, onluq, burada da təklik, onluq. Neçə dənə A var? 10A, burada da 1A. Olur 11A. Üstə gəl, elə 11 dənə B var. Bərabərdir C3 ədədinə, hələ ki dəymirəm. 11-i çıxartdıq mötərizənin xaricinə, qaldı A üstə gəl B, bərabərdir C3
C3 bir 2 rəqəmli ədəddir və sonu da 3 ilə qurtarır. Burada da fikir versək 11 vuruğu var. Yəni 11-i neçəyə vursam, axırı 3 ilə qutaran 2 rəqəmli ədəd alınır. Məsələn 11-i 1-ə vursam 11 eləyəcək. 11-i 2-yə vursam 22. Aha 11-i deməli 3-ə vurmalıyıq biz burada. 3-dən başqa onsuz da mümkün deyil. 11-i 3-ə vuranda burada nə alınır? 33 alınır. Bu halda yəni doğrudur. Sağ və sol tərəf bir-birinə bərabər olur. Deməli, A + B-nin cavabı 3 olmalıdır. C-nin də qiyməti elə 3 olmalıdır. Gəldik suala. Deyir A + B. A + B-nin cavabı elə 3-dür. Üstəgəl 2C. 2 vurulsun. C-nin qiyməti 3 olduğuna görə 6 olur. 6, 3 cavab eləyir 9. 7-ci sualda bizə çoxluqlar verilib. N yazıram. A birləşir B. Əvvəlcə biz N yazıram. Birləşmənin elementlərini yazaq. Birləşdirəndə A çoxluğunu yazıram. A var elementlər içərisində. A, Y, C, D. Digər çoxluqda A-nı yazmıram yenidən birləşdirəndə. Çünki təkrar element yazılmır. B-ni də B əlavə edirəm. B yoxdur burada. Sonra Y var deyə yazmırıq. F-lə H-ə əlavə etdik bura. Bu oldu birləşmə. Qarşıdakı N-də sayını bildirir. Saysaq burada 7 element var. Deməli, N-A birləşir B-nin cavabı 7-dir. İndi N-A kəsişir B. Kəsişir. Kəsişmə o deməkdir ki, eyni elementləri yazırıq biz. A eynidir, bir də Y eynidir. Başqa burada eyni olan hərf yoxdur. Deməli, N də qarşıda sayını bildirir. Yəni, 2 dənə element var. Burada da 2 dənədir. Bizdən də cəmini istəyir. 7 ilə 2-ni də cəmi eləyir 9. 7-ci sualda doğru cavab C variantı. 8-ci sualda kəsirlərin hesablanmasına aid sadə bir sualdır. Sürəti hesablayıram. Bu dövrdə 9 var. O necə açılır? 9-da 9 deməkdir. Düzdür. Yəni ki, onun əvəzinə mən 1 yaza bilərəm. 9-u 9-a böləndə 1 eləyir. Çıxılsın 2-də 1. Bu da bərabərdir. 1-dən də 2-də 1-i çıxsaq, elə 2-də 1 eləyir. 2-də 1-i 3-ə vursaq, elə 2-də 3. Məxrəcdə isə yazıram 3-də 1 vurulsun. 2 gəlir aşağı 5. Sonra üstə gəl 3-də 2 də var. Bu da verir bizə 6-da 5, üstəgəl 3-də 2. Bu da bərabərdir. Ortaq məxrəc 6, 6-ya böləndə 1, 3-ə böləndə 2, 6-da 9 eləyir. 3-ə ixtisar gedir, bu da 2-də 3. Deməli, sürətin də cavabı oldu 2-də 3. Məxrəcin də cavabı oldu 2-də 3. Yəni, ədədi özünə böləndə biz bilirik ki, cavab eləyir 1. 8-ci sualda doğru cavab A variantı. 9-cu sual. Faiz bölməsinə aid maraqlı sualdır, asan sualdır amma. Satıcı məhsulun 40%-ni 20% zərərlə. Tutalım ki, satıcının 100 məhsulu var. Fikir verin. 100 məhsul. Birinin qiyməti 100 manat götürürəm elə. Faiz 100 ilə ölçülür deyə 100 götürürəm ədədləri. Daha asan olsun hesablama. Və burada satışdan əldə edəcəyi gəlir nə qədər olmalı idi? 100-ü 100-ə vurmalıyam da, düzdür. Bir məhsulun qiyməti 100 manatdır. 100 dənəsi bir yerdə eləyir. 100 vur 100 eləyir 10.000 manat. Gəlir əldə etməli idi. İndi baxaq. Deyir ki, satıcı məhsulun 40%-ni, yəni 100 dənə məhsulun 40%-i 40 dənəsidir. 40 dənə məhsulu 20% zərərlə deyəndə biz bura 80% yazırıq. Yəni 100-dən 20-yə çıxıram. 80%, yəni 100 manatın 80 manatı ilə satır. 20% zərər deyəndə 80 manata satır. Bərabərdir. Bu eləyir 3200 manat. 40 dənəsinin satışından 3200 manat gəlir əldə elədi. Sonra qalanını, yəni 100 məhsul idi, 40 dənəsini burada 80 manata satıb. Geriyə qalır 60 dənə. 60 dənəndə 30% gəlir deyir. Gəlir deyəndə 130% yazmalıyıq biz. 100-ün üstünə gəlirik. Bu da eləyir 13-ə 6-ya 78, sıfırları da yazsam 7800 manat da burada var. İndi gəliri hesablayaq. Ümumi 100 məhsuldan nə qədər gəlir əldə etdim. Hesablasaq bu eləyir 11.000
0001 yadda. Hə, 11.000 manat. Amma 10.000 manat əvvəlcədən biz düşünürdük ki, birini 100 manatdan satsa 10.000 manat olacaq. 11.000 manat deməli bunun gəliri var. Burada nə qədər soruşur ki, bizdən neçə faiz gəlir əldə edib. Birincini həmişə biz 100% qəbul edirik. Artıq cavab şifahi bilinir ki, 10% gəliri var da. 10.000 manat bizim üçün 100% idi. 11.000 manatı götürəcəyik x%. Çarpaz vurub açsaq 10.000 vurulsun x bərabərdir 100 vurulsun 11.000. Deməli 1, 2, 3, 4, 0 buradan götürdüm. 1, 2, 3, 4, 0 buradan. X bərabərdir 110%. 110% nə deməkdir? 100-ü neçə faiz keçib? 10% keçib. Yəni 10% gəlir var burada. Gəlir soruşursa, artma, azalma soruşursa 100-ü çıxırdıq biz oradan. Cavab 10% gəlir var. Uyğun tərəfləri perpendikulyar olan bucaq. İki bucaqdan birinin tənböləni digərinin tərəfi ilə 40 dərəcəli bucaq altında kəsişir. Cəmi 180 olan bu bucaqlar. Yəni biz bilirik ki, uyğun tərəfləri perpendikulyar olan iki bucaq ya bir-birinə bərabər olur, ya da cəmi 180 olur. Burada da deyir ki, cəmi 180-dir. Onda növləri eyni deyil. Biri məsələn iti bucaqdır. O birisi kör bucaqdır. Cəmi 180 olması üçün. Uyğun tərəflər də perpendikulyardır. Fikir versəz, yəni burada 90 dərəcələri göstərirəm. İndi deyir ki, birinin tənböləni, məsələn buradan çəkdim tənbölən. Tənbölən o deməkdir ki, bu bucağı yarı böldü. Birinin tənböləni digərinin tərəfi ilə 40 dərəcə, burada iti bucağı 40 dərəcə göstərirəm. Bu tərəf əlbəttə ki 140-dır. Düz bucaqlı üç bucağı fikir versək, burada düz bucaq 90 dərəcədir. Bura 40, bura qalır 50. 180 eləməlidir hamısı bir yerdə. Deməli, bura 50-dirsə, burada olur 50. Bütöv bu bucağımız, buradakı bucağımız oldu 100 dərəcə. Bunların da cəmi 180 şərtini biz bilirik. Burada olur 80 dərəcə. Deməli, bucaqların biri 100 dərəcədir. Kör bucaq. İti bucaq da 80 dərəcədir. Bu bucaqlardan böyüyünü tapın. Böyüyü 100 dərəcədir əlbəttə ki. 11-ci suala baxsaq. Deyir ki, 7a üstə gəl b üstü 5 təkdir. 7a üstə gəl b mötərizənin üstü 5. Bunu tək eləyən a və b tapmalıyıq. Burada 2 dəyişən var. Aşağıdakında 1 dəyişən var. Əvvəl bunu araşdıracağıq. 3b üstə gəl 5-in kubu bu cütdür. Tək cüt deyəndə misallarda bir dəfə 1 qoyun yoxlayın, bir dəfə 2. Bu nə deməkdir? Yəni bir dəfə tək ədəd yoxlayın, bir dəfə cüt ədəd yoxlayın. Məsələn, b-yə 1 verirəm mən. B-yə 1 versək, 3 vur 1, 3 üstə gəl 5, 8. 8-in kubu eləyir 512. 512 elə cütdür. Bəli, doğrudur. Bizə də cüt lazım idi. Yəni, mən B-yə neçə verdim burada? 1. B-yə 1 verdimsə, onda yazıram ki, B bərabərdir 1. Bizim sualımızın şərtini ödəyir. Yəni, bu hissə cüt alınır. İndi həmin bu B-nin 1 olduğunu burada yuxarıdakında yerinə qoyacağım. B-ni silirəm. B-nin yerinə 1 yazıram. İndi burada A-ya elə qiymət verək ki, cavabı tək olsun. Yenə də 1 və 2 yoxlayacağım. Yəni, bir dəfə tək, bir dəfə cüt. Məsələn, 1 qoysaq, 7 vur 1, 7 üstə gəl 1, 8-in üstü 5. Cüt olacaq da əlbəttə ki. Deməli, 1 deyil. 2-ni yoxlayıram. 2 qoysaq, 14 üstə gəl 1, 15. 15-in üstü 5 tək olacaq. Deməli, biz A-nın da qiymətini 2 tapdıq. Aşağıdakılardan hansı cüt ədəddir? İndi variantlara gəlirik. A-nı 2 tapmışıq, B-ni 1 tapmışıq. Hansı cüt ədəddir? Variantlara fikir versək, məsələn, A-nı yoxlayıram. 2 vur A, 4 üstə gəl 1, 5. Görürsünüz, bu olmur. A üstə gəl B, 2, 1, 3-dür. Olmur. Biz cüt axtarırıq. 2B üstə gəl A, budur cavab. Fikir verin. 2 vur 1, 2 üstə gəl 2, 4. Yəni, bunun cavab 4 eləyir, cütdür. Digər variantlar onsuz da alınmayacaq. Yerinə qoyub yoxlaya bilərsiniz. Doğru cavab Y variantı. 12-ci sual. Euler-Venn diaqramı ilə bu sualları çox sadə şəkildə işləmək olur. Fikir versəz, bu olsun A, bu olsun B. Burada fikir verin, mən kəsişmə olan hissəyə x atıram. Bizdən kəsişməni istəyir də.
Digərləri də məlum deyil. Bura bir dənə A atıram, burada bir dənə B atıram. Deyir ki, A-nın B-dən fərqi, fikir verin, A-nın B-dən fərqi bu hissələrdir. Bu hissələr isə A üstə gəl, B-nin A-dan fərqi, B-nin A-dan fərqi bu hissələrdir. Yəni B bərabərdir 60-a. Sonra deyir ki, A ilə B-nin birləşməsi, birləşmə hamısıdır. Yəni burada gördüyünüz nə varsa hamısını toplayırsınız. Olur A üstə gəl, X üstə gəl, B bərabərdir. 5 vurulsun kəsişməyə. 5 vurulsun kəsişməyə nə yazmışam? Kəsişmə ortadakı hissədir. Yəni X. Burada mən qeyd edeyim. Bura A-nın B-dən fərqidir. Bura A ilə B-nin kəsişməsidir. Bura B-nin A-dan fərqidir. Bunların hamısını toplayanda da olur A ilə B-nin birləşməsi. Yazıram A üstə gəl B bərabərdir 5x-dan 1x-i çıxıram. A üstə gəl B bərabərdir 4x-a. Baxın, bu A üstə gəl B 4x-a bərabərdirsə, bu 4x-a bərabərdir. 60-ı 4-ə bölürük 15. Bizdən nə istəyir? Kəsişməni. Şəkildə kəsişməyə nə demişəm? X demişəm. Elə X axtarırdım. Deməli, cavab olur 15. Aşağıdakı kəsilərdən hansını sonlu onlu kəsir şəklində göstərmək olmaz? Biz demişik ki, məxrəcində 2 və 5-dən başqa bir vuruq varsa və həmin vuruq ixtisar getmirsə, o kəsirdə dövr alınır. Bunun məxrəci 2-dir, sonludur. 4 özü 2 vur 2-dir. Bu da sonludur. 6 özü 2 vur 3-dür. Burada dövr yaranır. 3 dövr yaradır. 8 özü 2 vur 2 vur 2-dir. Burada da dövr yaranmır. 2 vur 5-dir. Burada da dövr yaranmır. 2 və 5-dən başqa ədəd varsa və o ixtisar getmirsə, deməli orada dövr yaranır. 14-cü suala baxsaq, düşərgədə 80 şagirdə 15 gün çatacaq qədər ərzaq var. Deyir, şagirdlərdən 20-si düşərgədən ayrıldı. Əvvəl 80 nəfər idi, 20-si çıxdı düşərgədən, qaldı 60 nəfər. 60 nəfər 20-si ayrılsa, bu ərzaq qalan şagirdlərə neçə gün? Yəni artıq 15 üstəgəl x günə çatacaq. Yəni burada elə birbaşa vurulsun y-də yaza bilərdik, nəysə. İxtisar eləyim bunları, 60-ı 20-yə ixtisar eləyirəm 3, buradan 4, 3 ilə də 15-i ixtisar eləyirəm 5. Deməli, x üstə gəl 15 bərabərdir 20-yə, buradakı x bərabərdir, əlavə 5 gündə çatacaq. Yəni, 15 gündən əlavə 20 şagird getdiyinə görə əlavə 5 gündə çatacaq. Soruşur ki, qalan ərzaq şagirdlərə neçə gün çatacaq? Yəni, əvvəl 15 günə çatırdı, 5 gündə əlavə oldu 20 gün. Belə də yazmaq olardı. Yəni, bunu sonradan düşündüm. Fikir verin. Yəni, 80 vurulsun 15 bərabərdir. Şagirdlərdən 20 nəfər gedəndən sonra neçə günə çatacaq? Yəni, ümumi cavabı götürəcəkdim. Bunları elə 20-yə ixtisar eləyəcəkdim. Burada 3 qalacaqdı. Burada 4. 15-i 3-ə böldüm 5. Elə y bərabərdir. 20 günə ümumi çatacaq. Yuxarıdakı birinci variantda niyə yazıram? Məsələn, sual verə bilərdi ki, əlavə neçə gün çatacaq? Yəni 15 gün, burada da əlavə birbaşa 5 günü tapırdıq biz. Sonra düz xətt üzərində 10 nöqtə qeyd olunub. Düz xətt üzərində alınan parçaların sayını tapın. Parça sayı n vurulsun, n çıxılsın 1, bölünsün 2-dir, düzdür. Bərabərdir 10 vurulsun 9, n-in yerinə 10 qoyuruq da. Bölünsün 2, cavab olur 45. Doğru cavab oldu 45, 15-ci sualda. 16-cı sualda birləşir. Birləşmə ilə götürüb birləşdirirəm. A, B, C, D, Y. Sonra D var, yazmıram. F gəlir bura. Y burada var, yazmıram. Bir də K gəlir bura. Neçə element var? Cavab 7 dənə element var. Hissə sözü əvvəldə gəlirsə, bölürük. Yəni 3-də 2-yə bölürük. 2-də 3-ə vururuq deməkdir. 36-nı 2-yə böldük. 18-i 3-ə vurduq. 54. Ədədin 4-də 5 deməkdir bu. 1 tam 4-də 1 nə deməkdir? Bərabərdir 4-də 5. Neçə faizidir? Vurduq 100-ə, bərabərdir. 100-ü 4-ə böldük. 125 faizidir. Bax, burada artımı, azalmanı soruşmur bizdən. Sadəcə neçə faizidir deyir. Cavab 125 faizidir.
Desəydik ki, ədədin 1,4 hissəsi ondan neçə faiz çoxdur? Hə, 25% çox olacaqdı. Yəni 100-ün çıxardacaqdım oradan. Burada deyir ki, neçə faizidir? Cavab 125%-dir. 19-cu sual. Bizə nə verib? Yenə də sadə bir kəsir hesablamadır. 15% qalsın hələ ki, biz bu kəsiri hesablayaq. 3 vurulsun mötərizənin içərisində. 2-də 3, üstə gəl 5-də 3. 2-də 3-ü 1,5 düşünürəm. 5-də 3 0,6-dır. Sonra bölünsün 4-də 3-ü hesablayarıq. Bərabərdir, bunu hesablayaq. 3 vurulsun, bu eləyir 2,1. Sonra böləcəm bunu 4-də 3-ə. 4-də 3 nə deməkdir? 0,75 deməkdir də. Böləcəm 0,75-ə. Buradan yuxarı bir dənə 0 atıram. Vergüldən sonra hər ikisində eyni sayda ədəd olması üçün vergüllərin üzərindən xətt çəkirəm. Olur 3 vurulsun 210 bölünsün 75. Bunlar ixtisar getsə 25. Bunlar da 5-ə ixtisar getsə 5. 5-ə bölsək eləyir 42. Bu hələ ki qalsın. Aşağıdakı 2 çıxılsın 4-də 1. 2-dən 4-də 1-i çıxsaq eləyəcək 4-də 8-dən 1-i çıxırıq 7. 4-də 7. Burada nə edirik? Bölürük. Sürətin cavabı 5-də 42-dir. Bölürəm bunu məxrəcin cavabına, yəni 4-də 7-yə. Bu da bərabərdir. 5-də 42 vurulsun, 7 gəlir aşağı, 4 qalxır yuxarı. 42-ni 7-yə bölsək, 6 dəfə 7, 42. Buradan da nə eləyir? 24, burada da 5. 24-ü də 5-ə bölsək 4,8 eləyir. Deyir ki, 15%, faiz cümlənin əvvəlində gəlirsə, biz onu məxrəcə yazırıq. 15%, 4,8 olan ədəd vurulsun 100-ə. Deməli, 0-la vergül gedir, qalır 480 bölünsün 15. 3-ə ixtisar gedir, 160. 160-ı da 5-ə böləndə cavab eləyir 32. Müxtəlif cür hesablamalar aparmaqla yekun cavabı almaq olardı. Yəni sualın doğru cavabı 32-dir. 20-ci suala gəlsək. Yazıram A bölünsün B bərabərdir 3-də 2-yə. Sonra B bölünsün C bərabərdir yenə 3-də 2-yə. Fikir versəz burada B-yə 3 pay düşür, burada B-yə 2 pay düşür. Bunu biz bərabərləşdirməliyik. Yəni 2 ilə 3-ə əkob tapmaq lazımdır. 3 olanları 2-yə vurum 6 olsun. Sürət və məxrəcə yenə də vururuq. Bunu da 6 eləmək üçün 3-ə vururam. Belə alınır da A böl B bərabərdir. Deməli 3-ü 2-yə vuranda burada 6. B böl C də bərabərdir 9-da 6. Belə çıxır ki, A-ya 4K, B-yə 6K, C-yə 9K düşür. Deyir ki, C ədədi A üstə gəl B ədədindən neçə faiz azdır? C ədədi 9K. A üstə gəl B cəmi deyəndə nə nəzərdə tutur? 10K. Ədədindən neçə faiz azdır? 9K məsələn 90% düşünsək, 10K da bizim üçün 100% düşünsək. 100% düşünsək. 10% azdır və ya tənasüb də qura bilərik. Doğru cavab yəni 10% azdır. Sonra 20-ci sualda ABC natural ədədləri üçün 20-ni yazdıq. 21-ci sualda uzunluğu 72 olan AB parçasının daxilində ardıcıl olaraq C və D nöqtələri qeyd olunmuşdur. Deməli bir dənə 72 olan AB parçası çəkirik. AB parçası çəkirik. Ardıcıl olaraq C və D nöqtələrini qeyd edirik. AC, CD və DB 2x nisbətə fikir verin. AC-yə 2x, CD-yə 3x, DB-yə də 4x düşür. Uzunluğu da 72-dir. Yəni bunları toplasam 9x bərabərdir 72-dir. 72-yi 9-a böldük 8. 8-dirsə əgər birinci və üçüncü hissənin ortaları arasındakı məsafə. İndi bunu silirəm. X-in 8 olduğunu burada qeyd eləyəcəm. Neçədir bura? 2 vur 8, 16. 2 pay buraydı. 3 pay, 3 vur 8, 24. 4 vur 8, 32 də buradır. Birincinin ortasından üçüncünün ortasına qədər deyir.
Orta deyəndə birincinin ortasından 16-nı 2 yerə böldün, 8, 8. 32-ni 2 yerə böldün, 16, 16. Bizə lazımdır, baxın, buradan bura qədər olan məsafə. Birin ortasından 3-ün ortasına qədər olan məsafə lazımdır. Arada hansı ədədləri görürsünüz? 8 var, ortada 24 var, bir də 16 var. 24, 24 cavabımız eləyir 48. 22-ci suala gəlsək. 3, 2 ədədi verilib bizə. Deyir ki, 9-a qalıqsız bölünür. 9-a bölünmə əlamətinə görə rəqəmlərin cəmi 9-a bölünməlidir. 3 deyəli ki, 5. 5-in də üstünə 4 gələndə 9, 9-a bölünür. Onsuz da 4-dən yuxarısı burada mümkün deyil. Çünki 9-dan yuxarı 18 bölünür 9-a. Burada da 18 yaratmaq üçün 5-in üstünə neçə gələcəkdin? 13 gələcəkdin. Bu da mümkün deyil də, əlbəttə ki. Deməli, A-nın bir dənə qiyməti var, o da 4-dür. Ədədimiz olur 324. Natural bölən sayı. Ayraq sayda vuruqlarına 2-yə bölsən 162, 2-yə bölsən 81. 81 də 3 üstü 4-dür, burada belə qeyd eləyirəm. 2-nin kvadratı vurulsun 3 üstü 4. Natural bölən sayının düsturu var. Bu düsturu yəqin ki, hamınız əzbər bilirsiniz artıq. Üstünə 1 gəlirik. 2-dirsə orada 3. Qüvvətlərinin üstünə 1 gəlib vururuq bir-birinə. 4-düsə olur 5. 3-ü də 5-ə vururuq, eləyir 15 dənə natural böləni var. 23-cü sual. Bunların açılışı. Yazıram burada ABC ədədi çıxılsın BAC ədədi bərabərdir. Burada 100 dənə A var. 10 dənəsini çıxırıq, qalır 90A. Bir də 10 dənə B var. 100 dənə B-ni çıxırıq, mənfi 90 dənə B. C bir dənədir, elə bir dənəsini də çıxırıq. Bərabərdir. 90 vurulsun, mötərizədə A çıxılsın B. A çıx B-nin cavabı 3 verilib bizə. Bərabərdir. 90 vurulsun 3, bu da eləyir 270. Bizə də deyir ki, sonra bu kəsri hesablayandan sonra 9-a da böl. Yəni 270-i sonra 9-a böl. 270-i 9-a bölürük, cavab eləyir 30. 24-cü sualda yenə də Euler-Venn diaqramından istifadə eləyəcəyik. Çəkirəm Euler-Venn diaqramını, fikir verin. Bura A olsun, bura B olsun. Yenə qeyd edeyim. Bura A-nın B-dən fərqidir. Bura A-la B-nin kəsişməsidir. Bura B-nin A-dan fərqidir. Bunların üçünü toplayanda olur birləşmə. Nə deyir indi bizə? A-da 13 element var, B-də 7. Bu orta yoxdursa ortaya bir dənə x atıram. İndi A-nın içində 13 element varsa, bura 13 çıx x yazmalıyıq. Çünki A-nın içərisinə bütöv baxanda 13 element olmalıdır. Bu x ilə bu x islah olur, toplayanda 13 qalır. B-də də 7 element varsa, bura 7 çıx x yazılır. İndi yazıb A birləşir B. Birləşmə nə dedik? Hamısını toplayırıq. 13 çıx x üstə gəl x. Üstə gəl 7 çıx x bərabərdir. 3 vurulsun kəsişmə. 3 vurulsun kəsişmə x-dir. Bunlar gedir. Qalır 20 çıx x bərabərdir 3x-a. Buradan 4x bərabərdir 20-yə. X bərabərdir 5-ə. Deyir ki, n A-nın B-dən fərqi. A-nın B-dən fərqi elə buradır. 13-dən 5-i çıxırıq. 13-dən 5 çıxanda 8, yəni buraya yazım 8. Bir də B-nin A-dan fərqi. Baxın, B-nin A-dan fərqi 7 çıxılsın 5-dir, yəni 2 bərabərdir 2. Yəni 8 çıx 2 deməkdir də, yekun cavab olur 6. 25-ci sual. A santimetr uzunluğundakı parça 3, 5, 6 ədədlərlə tərs mütənasib hissələrə ayrılıb. Tərs mütənasib sözünü oxuyan kimi yazırsınız bura 3-də 1K, 5-də 1K, 6-da 1K. Yəni, düz mütənasib hissələrə bölməkdən fərqi odur ki, verilən ədədlərin bir dənə tərsini yazırsınız. Sonra deyir ki, alınan parçalardan ən kiçiyi ilə ən böyüyünün uzunluqları cəmi. Ən böyüyü budur, ən kiçiyi budur. Yazıram 3-də 1K üstə gəl. 6-da 1K bərabərdir 150-yə. Toplasam bunları 6-da 3K eləyir. 2, 1. Bərabərdir 150. İxtisarlarımızı aparsaq 2-ni 150-yə vururuq çarpaz. Olur 300. Yəni biri 3-də 1K-dır. Fikir versəz. 3-də 1 vurulsun 300. Bu neçə eləyir? 100. Biri 5-də 1K-dır. Yəni 5-də 1 vurulsun 300.
300-ü 5-ə böləndə 60. Burada da 300-ü 6-ya bölürsən, yəni 6-da 1 vur 300. Bu da eləyir 50. Bizdən də bunların bütöv cəmini istəyir. Yəni parça nə qədərdir onu soruşur. 100 + 60 + 50. Cavab eləyir 210. Bu qədər.